qüdrətini, qüdrət nümayiş etdirdiyi vaxtları nəzərinə gətirsə, əyyamullahı, ilahi günləri nəzərinə gətirsə, onun qorxusu, hürküsü olmaz. Adam baxsa Həzrəti Musaya, əsanı götürüb əlinə, qardaşını da alıb yanına, deyir gedib Fironu öldürəcəm. Hamı gülür, bu kişi dəli olur. Fironun əsgərlərinin heç birinin əlində əsa yoxdur. Qılınc var, əmud var. Bu götürüb əsanı əlinə, deyir Fironu öldürəcəm. Fironu qıracam. 300 min Yahudi xalqını Fironun köləliyindən qurtaracam. Niyə? Bu cəsarət hardandır onda? Allahın qüdrətini görüb. Gedir, Fironu məğlub edir. İmam Hüseyin gedir Kərbəlaya, deyirlər ki, getmə ölümdür, deyir, bilirəm ölümdür. Amma elə öləcəm, Yezid və Bəni Ümeyyə darmadağın olacaq. Deyirlər, belə şey olar. Ölümdən silah olar. Ölməklə adam kimisə vura bilər. Kişi vurdu, dağıtdı. Bütün dünya Bəni Ümeyyə lənət oxuyur. Şiəsi, sünnüsü lənət oxuyur. Hamısı Bəni Ümeyyə lənət oxuyur. Niyə? Çünki İmam Hüseyin ölümlə vurdu onları. Qırmızı silahla vurdu, qanla vurdu onları. Baxırsan tarixin başqa hadisələrinə, Süleyman Peyğəmbərin həyatına baxırsan, Davud Peyğəmbərin həyatına baxırsan, bizim Peyğəmbərin həyatına baxırsan, qoymadılar Məkkədə yaşasın, dedilər, vurun bu yetimi çıxardın buradan. Axırı öldürürdülər, qaçdı Mədiniyə. Bir də gördülər ki, Əbu Süfyan gördü ki, evimin içində də əmin-amanlığım yoxdur. Gəldi Abbasın yanına, dedi, bu nətər oldu? Sən qardaşın oğlu necə oldu, belə böyüdü? Nə böyük padişahlığa çatdı? Dedi, ay bədbəxt, padişahlığa yox, peyğəmbərliyə. Sənə hələ də çatmır vəziyyət nə yerdədir? Allahın belə qüdrətlərin görəndə, xatırlayanda, insan fikirləşir, mümin fikirləşir ki, belə qüdrətli Allahım var, mən nədən qorxmalıyam? Niyə mən bir dini iş görəndə çəkinməliyəm? Düzdür, ağıl da lazımdır, tədbir də lazımdır. Amma tədbir lazımdır. Qorxaqlıq yox. Ağıl lazımdır, səfehlik yox. Ondan sonra arxalan Allah Teala'ya. Gör Allah nə istəyir? Nədən qorxursa? Allah boyda qüdrətin var arxanda. Şeytan ünsürlərinin arxasında balaca bir şeytan dayanıb. Onlar yeri göyü dağıdırlar. Bizim arxamızda o böyüklüyündə Allah dayanıb, dağıtmırıq yeri göyü. Şeytanın nökərləri, şeytanın adı gələndə dik dururlar. Biz Allah'a heç o qədər inanmırıq, onlar şeytana inandıqlara qədər. Niyə? Çünki ilahi qüdrət bizim dilimizdə, beynimizdə, qəlbimizdə sadalanmır. Allahın qüdrət nümayiş etdirdiyi tarixi oxumuruq. Allah Teala'nın qüdrətinin əndazəsi barəsində düşünmürük, mütaliə etmirik. Ona görə də Allah'a təvəkkülümüz azdır. Hər işə baş qoşanda ürəyimiz əsir. Deyirlər, Kərbəlada İmam Hüseyin ağa şəhadəti yaxınlaşdıqca üzündə, çöhrəsində qəribə bir bəşşaşlıq, bir parıltı, bir açıq-saçıqlıq görünürdü İmam Hüseynin üzündə. Bir nur görünürdü. Elə bil ki, toy otağına gedən bir cavan bəy kimi idi. Daha da sevincək görünürdü üzü. Ağlayırdı, amma üzündə, o ağlar üzündə da məyusluq, peşmanlıq, da yazıqlıq əlamətləri yox idi. Qəhrəman çöhrəsi var idi. Niyə? O ürək, o cəsarət hardan idi? Allaha təvəkkülü var idi. Qüdrətli bir Allah bunun arxasındaydı. İmam Hüseyin və onun kimiləri bilirdilər ki, Allah istəsə bu saat Yezid və əmsalı Yezidi darmadağın eləyər. Çünki Quranda özü deyir. İnnəşə nuzhibkum və nə'ti bi xəlqin cədid. İstəsək dağıdarıq, sizi məhv eləyərik, təzə cəmaat yaradarıq. Ay o insanlar ki, mənə təpi yatırsınız, qırram sizi, təzəsini yaradaram. Amma
Deyir, Hüseyin, sən get, qoy başa düşsünlər. İmam Hüseyin bunu bilir. İmam Hüseyin bilir ki, mən ölümü etmirəm, mən missiya yerinə yetirməyə gedirəm. Mən getməliyəm ki, Allahımın istəyi yerinə düşsün. Mən getməliyəm ki, insanlar Allahı daha rahat tanımağa, şəraitə malik olsunlar. Allahın qüdrətini sadalamaq insanda təvəkkül əhval ruhiyyəsi yaradır. Allahın lütfünü, mərhəmətini sadalamaq insanda Allaha qarşı məhəbbət yaradır. Allahın lütfünü sadalamaq, Allahın rəhmətini sadalamaq insanda məhəbbət yaradır Allaha qarşı. Heç dünyaya gəlməmişdin, anan sənin dərdindən dəli divanı idi. Bunu Allah eləmişdi. Heç sən bilmirdin ki, Əli kimi adamın ürəyinə təpər verən imamı ola bilər. Allah onu sənin üçün yaradıb. Heç bilmirdin ki, adam ölüm sevməklə tarixə düşər. İmam Hüseyinlə onu yaradıb Allah sənin üçün. Heç bilmirdin ki, insan ən pis cinayəti törədəndən sonra qayıdıb tövbə eləsə Allah qucaq açar ona. Hürrün timsalında Allah onu sənin üçün yaradıb. Ayətullah Lüzuma Bruzerdi rəhmətliyin münacatında deyirlər var idi. Deyirdi ki, ilahi, sən yəqin məni bağışlayarsan. Niyə? Çünki mən hür kimi Hüseynin qarşısını almamışam ki, mən Hüseyni hürrü təbliğ eləmişəm. O boyda cinayəti bağışladınsa, mən də bağışlayarsan inşallah. Allah Teala bunları bizə göstərməklə öz lütfün bizə göstərib ki, sevin Allahı. Çoxdur tarixdə belə hadisələr. Əhvalatlar, ibrətamiz əhvalatlar, dərs verilən əhvalatları çox oxuyun. Heç nə oxumasaz da onları oxuyun. Təkrar oxuyun, təkrar ruhunuza qida gəlsin. Necə ki, təkrar israrla günah eləyib ruhumuzu çirkləndiririk, eləcə də təkrar dini şeylər öyrənib ruhumuzu münəvvər edib nurlandırmalıyıq. Eşitmişsiniz, Həzrəti Musa aleyhissalatu vəssalamın dövründə yağış yağmırdı. Xahiş elədilər, ya Musa, gəl çıxaq müsəllaya, çıxaq səhraya, orada yağış üçün dua eləyək, Allah yağış göndərsin bizə, quraqlıq bizə əldən saldı. Müstəhəbdir ki, insan yağış namazını, niyə? Çünki səhra biz insanların zirzibillərindən, günahlarından pakdır. Ora hələ insan ayağı çox dəyməyib ki, xarab eləsinlər oranı. Hər günahın bizim bu dər-divarə təsiri var. Ev eşiyə, küçəyə, bayıra təsiri var. Çıxdılar səhraya, münacat elədi Həzrəti Musa, dua elədi, yağış yağmadı. Həzrəti Musa yenə dua elədi, yenə yağış yağmadı. Ərz elədi Pərvərdigara, niyə yağmır yağış? İlahi və Rəbbi, niyə bu kimsəsiz bəndəndən üz döndərmisən? Nida gəldi ki, ya Musa, siz cəmaatın içində bir nəfər fasik var, bir nəfər günahkar var, o qədər günah eləyib, zəhləm gedir ondan, acığım gəlir ondan, o çıxsın, duavızı qəbul edirəm. Həzrəti Musa özünü tutdu cəmaata, cəmaat, içərinizdə bir nəfər fasik var, Allahı yaman qəzəbləndirib, çıxsın qoy yağışımız yağsın. Bir də gördü, göy gurulladı, ildırım çaxdı, leysan başladı. Üz tutdu göy, ilahi, axı bu cəmaatın içindən heç kəs çıxmadı. Xitab gəldi ki, ya Musa, sən ki dedin o sözü, dedin ki, kimdir o fasik çıxsın? Həmin o şəxs dedi Pərvərdigara, da bundan böyük rüsvayçılıq ola bilməz. Mən buradan çıxdım, məhv oldum da. Mən rüsvay olsam burada da məhv oldum, getdim. Ay Allah, sənə qurban olum, qələt eləmişəm, da eləmərəm. Qoyma mən rüsvay olum. Dedi ki, ilahi kimdir o? Dedi, ya Musa, heç
fasıq olanda sənə tanıtdırmadım, heç mümin olanda tanıtdıraram onu sənə, heç rüsva eləyərəm onu. Belə əhvalatı oxuyan, eşidən, danışan adam fikirləşər Allahın insana məhəbbətin ki, Allah Taala heç vaxt insanı üzü divara tutmur, heç vaxt yolunu kəsmir, həmişə yolunu açıq qoyur. Biz bugün Kərbəladan çox dərs almalıyıq. Bəlkə də belə bir araşdırma olmalıdır Kərbəla barəsində, Kərbəlada tövbə edənlər. Bəlkə də olub, mənim xəbərim yoxdur. Kərbəla insanlığın məktəbidir, təkcə İslamın yox. Kərbəlada hür var idi. Tarixçilər, təhlilçilər deyirlər, Kərbəla hadisəsinin ən böyük cinayətkarlarından biri Hürr idi. Hürr özü də başa düşürdü. Tövbə eləyəndə ki, İmam Hüseyin ağa uzaqdan gördü, ilahi lütfün təcəllasıdır. Uzaqdan gördü, Hürr gəlir, dedi, əbəl-fəz, ged ona salam ver, Quran tövbəkarlara salam verir. Hürr tövbə eləyib gəlir. İmam da bilir, yerin göyün ləngəridir. Hürr gəldi, bəzilər deyir ki, öz çəkmələrini qumla doldurub asmışdı boynundan, iməkliyə, sürünə gəlirdi, o boyluyunda sərkərdə qəhrəman. Bəzilər deyir, baş aşağı gəlirdi, əl-qərəz gəlirdi. İmam dedi ki, Hürr, gəl bir xeymələrə, dedi, yox ağa, sənin qız gəl